Hər birinizi yeni videomdan salamlayıram gözəl insanlar. Bugün Qəbələnin Laza kəndinin gözəlliklərini sizlərə təqdim eləyəcəm. O halda nə etdik? Getdik. İlk olaraq bu gözəllikləri mənə göstərən Muxtar qardaşıma təşəkkür eləyirəm. Onun Miracle Travel adlı səhifəsini də bura yerləşdirirəm ki, onu izləyəsiniz. Kəndin üzbəyüzündə gözəl bir yaylaq var. İlk olaraq ora getdik. Dronla buradan kəndi bir gözəl çəkdim. Bu hissədə sizi 15 saniyəlik kəndin gözəlliyi ilə baş-başa buraxıram. Daha sonra Muxtarın üstü açıq qaz 69-u ilə kəndin ən pik nöqtəsinə doğru qalxdıq. Burada oturduq, bir gözəl çay içdik. Buranın gözəl havası var və gözəl insanları var. Laza kəndinin əhalisi əsasən ləzgilərdən ibarətdir. Onların özünə məxsus dilləri də var. Bu haqda videonun irəliləyən hissəsində danışacağım. Laza kəndinin yuxarısında dedik bir gözəl özümüzü də dronla çəkək. Daha sonra Muxtar dedi ki, burada bir şəlalə var. Gedək ora atlarla. Əslində isə iki şəlalə var. Biri Mucuq şəlaləsidir, biri Zəyli şəlaləsi. Birinci Zəyli şəlaləsi gəlir, daha sonra isə Mucuq şəlaləsi gəlir. Bizim Mucuq şəlaləsinə getmək kimi bir şansımız yox idi. Çünki gəlib çatdığımız zamanımız az idi, yəni ki. Nəsə, atlar gəldi. Atları gətirən uşaqların cigitlığını görüb yenə mən Cımcımaq kəndinə qayıtdım Zaqatalanın. Bu kənd uşaqlarının həyecanı və tez böyümüş kimi görünməsi adamı dəhşətə gətirir də qardaş, valla. Uşaqlar o qədər qoçaq idilər ki, atı çiyninə vurub gedəsi kimi, yəni. Atın üstündə yox da, uşaq atı çiyninə götürüb gedəsi kimi bir vəziyyət var idi orada. Hər nəsə, yollandıq şəlaləyə doğru. Gah atı mən sürdüm, gah bibim oğlu Fərid sürdü, gah Muxtar, gah da uşaqlar. Çünki 2 dənə at oldu. Təzəcə kənddən aralaşmışdıq ki, uşaqların çığırtısına qaça-qaça gəldim. Uşaqlar belə deyirdilər. Ayı balası, Quran haqqı balaca balası. Nəsə, bu həyecanı da bizə yaşatdılar və biz təzəldəndən yolumuza davam elədik. Ən gözəl hissədə, dağın ətək hissəsindən dedim Muxtara ki, bir dayanaq burada. Gözəllikləri çəkim. Bu sırada ağlıma uşaqları öz dillərində, yəni ləzgi dilində danışan 1-2 kadrını çəkmək gəldi və çəkdim. Onlar öz dillərində atlar haqqında qısa bir söhbət elədilər. Daha sonra dronu qaldırdım ki, bir təbiət də çəkim burada. Və hə, indi bu təbiətin gözəlliyi ilə sizi bir 15 saniyə baş-başa buraxıram. Gəldik Zəyli şəlaləsinə çatdıq. Şəlaləni çəkdim. Şəlalədə çimdim. Bol-bol didik, bol-bol güldük və bir videonun da sonuna gəldik, çatdıq. Bəyəndinizsə rəylərdə yazın. Bəyənmədinizsə məni izləyin ki, növbəti videonu bəyənəsiniz.